Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma abad. İmam Bukhari ve Müslim rahimahullah'ın Ebu Hureyre radıyallahu anhudan ettiği rivayette Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Adəm övladının etdiyi hər əməl onun özü üçündür. Bir yaxşılıq 10 qatından 700 qatına qədər çoxaldılar. Allah Azze ve Celle dedi ki, oruc bunun xaricindədir. Yəni, Adəm övladının etdiyi nə qədər yaxşılıq əməl varsa, niyyətindən asılı olaraq 10 qatından 700 qatına qədər Allah Azze ve Celle onun mükafatını çoxaldar. Bir yaxşılıq əməl etmisən, bir ibadət etmisən, bir yaxşı əməl etmisən, sənin niyyətinin, ixlasının gözəlliyindən asılı olaraq onun mükafatı 10 qatından 700 qatına qədər çoxaldılar. Oruc bundan istisna. Allah Azze ve Celle dedi ki, oruc bunun xaricindədir. Çünki oruc mənim üçündür və onun əcrini mən verirəm. Çünki o mənim üçün yeməsini, içməsini və şəhvətini tərk etdi. Və Allah Resulü sallallahu aleyhi ve sellem davam ederek buyurur ki, orucu olan üçün iki sevinç vardır. Birincisi orucunu açarkən, İkincisi ise Rabbi ile karşılaşarken. Oruçlunun ağız yiyi Allah katında müşk ətirindən daha sevimlidir. Bu hədise göre kardeşler, oruç 10 qatdan 700 qatına kadar artırılan əməllərə daxil değil. Çünkü orucun mükafatı hədisdə qeyd edilən 10 qatdan 700 qata kadar artırılmasıyla əlaqəli değildir. Allah Azze ve Celle orucun mükafatını müəyyən bir hədd təyin etmeden hesapsız şekilde artırır. Müəyyən bir hədd təyin etmədən hesapsız şəkildə orucun mükafatını artırır. Nə üçün? Çünki oruc səbirdəndir. Allah Azze ve Celle isə səbr edənlər haqqında buyurur ki, səbr edənlərə mükafatları şübhəsiz ki, hesapsız olaraq veriləcək. Səbr edənlərin mükafatı hesapsızdır. Bu səbəblə Əbu Davudun zikr etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem Ramazan ayını səbr ayı adlandırmışdır. Ne üçün oruç səbirdir? Ramazan ayı səbir ayıdır. Çünki səbir 3 qisimdir. Oruç tutan kəsdə bu 3 qismin hamısı cəm olmuşdur. Hansılardır? Birinci, Allaha itayətdə səbir. Oruç tutan kəs Allah Azze ve Celle'yə itayətdə Ramazan ayında olan ibadətlərini artırır, təravih namazlarını qırır, Quran oxumasını çoxaldır, zikirlərini çoxaldır. Bu səbəblə bu ibadətlərdə, bu itayətlərdə nə edir? Səbir göstərir. Səbirlə Allah Azze ve Celle'yə yaxınlaşır. İkinci, haramlara qarşı səbir. Oruç tutan kəs Ramazan ayında digər vaxtlarda etdiyinin əksinə bir çox haramları tərk edir. Hətta mübah olan şeyləri tərk edir. Və bu şeylərə qarşı, haramlara qarşı səbir edir. Üçüncü, müsibətlərə qarşı səbir. Yəni oruç tutan kəsin başına gələn aclıq, susuzluq, yorğunluq kimi müsibətlərə qarşı səbr edir. Oruç tutan kəs bu üç səbrin üç növünü də özündə cəm etmişdir. Sufyan bin Üyeynə rahimehullah buyurur ki, qiyamət günü Allah qullarını hesaba çəkdiyi vaxt, həmən qulun dünyada etdiyi zülümlərin qarşılığında ondan etdiyi yaxşı əməllərin mükafatı alınır. Allah Azze ve Celle qullarını hesaba çəkdiyi vaxt, kim kimə zülm edibsə, o zülm edəndən yaxşı əməllərini özünə götürəcək. Zülm olunan o haqqı ödənənə qədər zülm edən kəsin əməllərini özünə götürəcək. Hətta orucdan başqa onun heç bir yaxşı əməli qalmaz. Qulun bütün əməlləri alınar, hansı ki dünyadaykən zülm edib, o zülmün qarşılığında onun bütün əməlləri ondan alınar, orucdan başqa heç bir yaxşı əməli qalmaz. Allah Azze ve Celle onun qalan zülümlərini öz üzərinə götürər və oruc səbəbi ilə həmən qul cənnətə daxil olar. Artıq Allah onun orucunu əsl ondan almaz. Çünki oruc Allah Azze ve Celle'nin özü üçündür. Yuxarıdakı hədisdə Allah Azze ve Celle nə buyurdu? Oruc mənim üçündür. Qulum mənim üçün oruc tutmuşdur, mükafatı mənə aiddir. Yəni Allah Azze ve Celle orucun mükafatını alıb başqasına verməz.
onun etdiyi zülümlərin əvəzini özü verər qarşılığında, qarşı tərəfə özü verər, amma orucuna toxunmaz və oruc səbəbi ilə qulunu cənnətə daxil edər. Və beləliklə, qardaşlar, orucun sadəcə Allah Taala üçün olduğu bəlli olar və heç kəsin qulun orucdan aldığı mükafatı ondan almağa gücü çatmaz. Orucun əcri Allah qatında oruc tutan kəs üçün gizlənmişdir. Bəs nə üçün orucun mükafatı digər ibadətlərdən qat-qat çoxdur? Səbəb nədir? İki əzəmətli səbəb var. Birincisi, oruc insanın nəfsinə xoş gələn və daim özünə meyl edən şəhvəti tərk edib itayətə yönəlməkdir. Oruc nədir? İnsanın nəfsinə xoş gələn və daim özünə meyl edən şəhvəti tərk edib itayətə yönəlməkdir. Bu isə digər ibadətlərin heç birisində yoxdur. Məsələn, ehramda, həcdəykən, ehramda cima, yəni cinsi əlaqə və cimaya səbəb olan yollar, ətir kimi tərk edilməli olan şeylər olsa da, yemək, içmək kimi mübah əməllər haram deyildir. Ehramda ikən bir kəsə cima haramdır, ətir vurmaq haramdır, amma yemək, içmək kimi əməllər nədir? Haram deyildir, mübahdır. Amma orucda həm cima, həm cimaya səbəb olan əməllər, həm yemək, içmək və s. haramdır. Namaza gəldikdə, namaz qılan kəsə bütün bunlar haramdır. Namaz qılan kəsə cima, ətir vurmaq, yemək, içmək hamısı haramdır. Amma bu çox qısa müddətdədir. Zaten namaz qılan kəsin yeməkdən və içməkdən məhrum olduğu təsəvvür edilməz. Çünki namaz qılan kəsin qarşısında nəfsi çəkən bir yemək, içmək varsa, ondan atışdırmadan namaz qılması qadağan edilmişdir. Ki, hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yemək hazır olduğu vaxt namaz yoxdur. La salətə li hədərəti təam. Yemək hazır olduğu zaman namaz yoxdur. Yəni, nəfsini çəkən bir yemək varsa, yeməyi yeyin, sonra namaz qılın. Yəni, ona görə də namaz qılan kəsin yeməkdən və içməkdən məhrum olduğu təsəvvür edilməz. Çünki namaz qılan kəsin qarşısında nəfsi çəkən bir yemək, içmək varsa, onlardan atışdırmadan namaz qılması qadağan edilmişdir. Ona görə də axşam yeməyini namazdan əvvəl yemək əmr edilmişdir. Amma oruc bunun əksinədir. O, bütün günü əhatə etməkdədir. Xüsusilə isti yay günlərində oruc tutmaq imanın əlamətləri kimi tanınmışdır. Çünki insan bəzən imanın zəifliyi, fasiqliyi səbəbindən tək qaldığı zaman şəhvətlərə yönəlir. İnsanların içində etmədiyi fısqları edir, günahları edir. Amma oruclu olan kəs tək olduğu zaman belə itayətə yönəlir. Fısqları, şəhvəti tərk edir. Tək olduğu zaman belə o haramları tərk edir, oruclu olduğu səbəbilə. Ona görə orucu imanın əlaməti kimi qeyd etmişlər. Alimlər orucu imanın əlaməti olaraq qeyd etmişlər. Yenə Ənəs radiyallahu anhu buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellemə hansı sədəqənin daha əfsəl olduğu barəsində sual verildikdə, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Ramazan ayında verilən sədəqə. Bu hədisi İmam Tirmizi rəvayət etmişdir. Başqa bir hədisdə isə deyilir ki, oruç tutanın əməlləri qat-qat artırılar. Əbu Bakir bin Əbu Məryəm belə buyurur. Ramazan ayı gəldikdə sədəqə verməyi çoxaldın. Çünki sədəqənin mükafatı cihad üçün sədəqə vermək kimi Ramazan ayında qat-qat artırılar. Ramazan ayında bir dəfə Sübhanallah demək, digər aylarda deyilən Sübhanallah sözündən 1000 dəfə artıqdır. İbrahim Ən-Naxay rahimehullah buyurur ki, Ramazan ayında bir gün oruç tutmaq, digər günlərdə tutulan oruclardan 1000 dəfə fəzilətlidir. Ramazan ayında bir gün oruç tutmaq, digər günlərdə tutulan oruclardan 1000 dəfə fəzilətlidir. Yenə bu ayda bir dəfə Sübhanallah demək, digər aylarda deyilən Sübhanallah sözündən 1000 dəfə fəzilətlidir. Bu ayda bir rükət namaz qılmaq, digər aylarda qılınan namazlardan 1000 dəfə fəzilətlidir. Bunun səbəbi nədir? Bunun səbəbi Ramazan ayının şərəfi, Ramazan ayının mükafatının çox olması, Ramazan orucunun İslamın 5 təməlindən biri olmasıdır.
Subhaneke Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.